Yox ya, ay qız, hər şey normaldır, hər şey qaydasındadır. Amma bir dənə bu cehiz işini tamamlaya bilmirəm. Xeyri yoxdur, yığmadığım dostanız qalmadı. Heç kəs də mümkün deyil ki, o pulu mənə versin. Bir dənə əlimdən gəlir ki, avtomobili satım. Avtomobili də satmaq istəmirəm. Gəl, danışarıq, yaxşı, fikirləşəcəm. Xanım, üzr istəyirəm, müdaxilə edirəm sizə. Deyəsən, xeyir işiniz olacaq, eləmi? Olar yaxınlaşmaq sizə. Aha, bəli, buyurun zəhmət olmasa. Xanım qız, bayaq eşitdim siz danışanda, çox üzr istəyirəm. Deyəsən, xeyir işiniz olacaq. Lap yaxşı, lap yaxşı. Allah xoşbəxt eləsin. Maliyyə çətinliyiniz var, eləmi? Eşitdim ki, maşınınız var. Satmaq da istəmirsiniz. Aha. Bəs girov qoyub pul götürməyə nə deyirsiniz? Necə yəni girov? Deməli, girov nə məsələdir, xanım? Deməli, siz maşınınızı girov şəklində qoyursunuz bizə. Biz də sizə lazım olan məbləği ayırırıq. Deməli, şərtlərimiz də nədən ibarətdir? Maşın da sizdə qalacaq. Nömrə də sizdə qalacaq. Bəli, bəli. Şəhər, rayon qeydiyyatı tələb olunmur. Zamin heç tələb olunmur. Ödənişlər də ki, qanuni şəkildə ay-bay ödənişinizi eləyəcəksiniz. Necədir? Hoşunuza gəldi? Cehiziniz düzəldi? Ne yaxşı. Siz məni həqiqətən də böyük bir dərddən qurtardınız. Onu durun getdik.